Salam. Bugün sizə bədii kitab olduğunu düşünərək aldığım, amma əslində tamamilə fərqli bir kitab olan Oliver Saksın Karısını şapka salan adam kitabından danışacağım. Müəllifimiz həkimdir və kitabda olan bütün pasiyentlər öz pasiyentləri olub və onları şəxsən müalicə edib. Kitab qeyri-adi nevroloji problemləri olan insanlardan danışır. Kitabdakı birinci qəhrəmanımız musiqiçidir və bir gün oyananda yoldaşını artıq şlyapası olaraq görür. Kitab bizə əslində bədənimizi idarə edən və bizdə olan ən böyük, ən güclü, həm də ən qorxulu orqanın beynimiz olduğunu göstərir. Çünki beyində olan ən xırda bir dəyişiklik bizim bütün həyatımızı, bütün günümüzü, bütün bədənimizi dəyişə bilər. Mənim üçün kitabda oxuduğum ən qeyri-adi, ən yadda qalan və ən qorxulu problemlərdən biri isə bir insanın bütün hisslərinin sadəcə gözündə toplanmasıydı. Hansı ki, bu insan əgər gəzmək istəyirdisə, mütləq ayaqlarına baxmalıydı. Əgər əlini istifadə etmək istəyirdisə, mütləq əlinə baxmalıydı. Bu və bu kimi müxtəlif qeyri-adi problemləri Oliver Saks bədii bir dildə həm də tibbi terminlər istifadə edərək oxucuya təqdim edir. Məncə bu kitabı oxumaq üçün nə tibbi maraq, nə də tibb sahəsində işləməyiniz lazım deyil. Sadəcə alıb oxuya bilərsiniz. Əgər kitabı oxumusunuzsa, şərh bölməsində sizin üçün yadda qalan problemin hansı olduğunu yaza bilərsiniz.